Ola bilər ki, insan özü münafiq bilməsin. Peyğəmbər sallallahu dövründə münafiqlər özləri bilir ki, münafiq idi, axirət inkar edirlər və Peyğəmbər sallallahu onlara sahib edir. Ola bilər ki, insan özü münafiq bilməsin, amma Peyğəmbər ki, haqqı bir münafiq çıxsın. Mesela münafiqlərin əlamətləri var. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, kimdə bu xislətlər olarsa, onda o xalis münafiq olar. İdə va'də əxləf, vəd verəndə xilaf çıxar. Və idə xasəmə fəcar, çəkişəndə əxlaqsızlıq edər, söyüş söyər, haqsızlıq edər, zülm edər. İdə tuminə xan, əmanət verirlər, xəyanət edər və danışanda yalan danışar. 4 dənə xislət sayır. Deyir ki, kimdə bu sifətlər olarsa, kənə münafiqan xalisan, xalis münafiq olar, təmiz münafiq olar. Amma bu əməlin nifaqdır da. Buna deyirlər, bir də var etiqadi nifaq. Etiqadi nifaq odur ki, onun qəlbində, imanında problem var. Ona görə sahabilərdən birindən soruşurlar ki, mən necə bilim, mən münafiqəm yoxsa yox. Deyirsən, gizli namaz qılırsanmı? Deyir, bəli, qılıram gizli. Deyir, onda sən münafiq deyilsən. İnsanın gizli ibadətləri varsa, deməli, bunun Rəbbinə olan imanı var. Təkcə namaz yoxsa başqa xeyir əməllər də var. Bütün xeyir əməllər nəzərdə tutulur. Yine orada niyyət məsələsidir. Əslində, münafiqliyi bilmək çətin məsələdir. İnsan ola bilər ki, zahirən əməllərində münafiqlərin əlamətləri olsun. Amma həqiqətdə münafiq olmaz. Və əksinə, bir insan ola bilər ki, onda münafiqlik əlamətləri görsənmir. Amma qəlbində nifaq olsun. Yəni, qəlbində iman gətirməyib. Düzgün iman gətirməyib. Nəysə inkar edir. Kibri var, təkəbbürü var, Rəbbinə qarşı nankörlüğü var. Nifaq yalnız əməli nifaq olaraq biz deyə bilərik ki, məsəl üçün bir insanın əməli münafiq əməlidir. Amma özünə münafiq demək çətin bir hökmdür. O bir kafir demək hökmündədir, elə bil. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem münafiqləri tanıyırdı, onlara münafiq demirdi. Allah Taala ona münafiqləri tanıtdırmışdı və o sahabilərdən birinə öyrətmişdi onu. Hüzeyfə radiyallahu anh. Və Hüzeyfə də ona heç kəsə demirdi və Allah elçisi də ona heç kəsə demirdi. Ən yaxın dostları Əbu Bakr belə münafiqləri bildirmirdi. Halbuki münafiqlər gəlib onlarla məclislərdə otururdular. Yəni, bu da Peyğəmbərimizin sallallahu aleyhi ve sellem böyük bir hikmətini göstərir ki, cəmiyyətdə fitnə, fəsadın qabağını alırdı. Münafiqlər kimlərdir? Münafiqlər müsəlman deyirlər həqiqətdə. Onlar zahiri əməldə müsəlmandırlar. Həqiqətdə onlar fiddərkil əsfəli minənnar. Cəhənnəmin ən aşağı mərtəbəsindədir onların yeri. Amma fikir verin, yəni cəmiyyətdə çaşqınlıq, fitnə, fəsad, müsəlmanlar arasında dedikodu əmələ gəlməsin deyə olan adlarını bəyan eləmədi. Və bu nəyə göstərir? Bu göstərir ki, müsəlman cəmiyyətlərində həmişə çalışılmalıdır ki, yəni problemli insanlar ki, dinlərində problem var, bacardıqca onları gizlətmək, üzə çıxartmamaq. Nəyə görə? Çünki onları üzə çıxartmaqla böyük saxnaşma əmələ gəlir. Başqalarına təsir edir. Bəli. Yəni hikmətdən deyil ki, dinində problem olan insanları izhar eləyəsən. İzhar eləməklə müsəlmanların içində saxnaşma əmələ gəlir. Bugün də elə ən böyük problemlərdən biri də odur. Fikir verin. Yəni bəzən insanlar lazımsız yerə, lazımsız şeylər danışırlar, kimlərsə barədə, nəsə barədə böyük bir müsəlmanlar arasında fitnələr, problemlər çıxarırlar. Yəni, xüsusən də alimlərin olmadığı bir yerdə. Lap hikmətsizlikdir. Anladım. Biz alimlərin əxlaqına baxanda, xüsusən müasir alimlərin, biz gördüyümüz müasir alimlərin dərslərinə qulaq asırıq, yazılarına görürük ki, onlar öz cəmiyyətlərində, məsələn, Saudiya kimi cəmiyyətlər, biz bilirik, hər cür toplumlar var orada, hər cür firqələr var, nə var. Amma alimlərin hikmətinə baxırıq ki, yəni mübarizəni daha elmi şəkildə, daha gözəl şəkildə, əxlaqa riayət edərək, insanların şəxsiyyətinə toxunmadan gözəl şəkildə təbliğat aparıblar. Saxnaşma yaratmayıblar. Çünki istər-istəməz toplumlardır, müəyyən insanlar var ki, ətraflarında insanlar yığılır.
onların tərəfdarları olur. Yəni kimlərəsə şəxsiyyətlərə toxunmaqla insanlar arasında toqquşma əmələ gələ bilər. Alimlər belə şeyi dərk edir, ona görə hikmətlə davranırlar. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə çox nadir hallarda kimlərisə bəlkə adı ilə məzəmmət edib. Çox halda nə edib? Çox halda fikrin özü ilə mübarizə aparıb. Deyib ki, nə olub ki, belə-belə insanlara, bəzi insanlara belə deyirlər və ya belə eləyirlər. Yəni fikirlərin, davranışların özü ilə mübarizə aparırdı. Şəxslərin özü, çünki şəxslərin özü ilə mübarizə aparmaq çətin məsələdir. Böyük bir fitnələr, böyük bir konfliktlər səbəb olur. Ona görə Peyğəmbərimizin sirasında çox böyük ibrətlər var.